Dünya əhalisi 8 milyardı keçmişkən, yalnız çox az insan o qədər nadir hallar ilə doğulur ki, bu hadisələr 1000 ildən bir baş verən növlər kimi sayılır. Bunlar əfsanə və ya nağıl deyil. Bunlar varlıqlarının özü ilə insan bədəni haqqında bildiyimiz hər şeyə meydan oxuyan həqiqi insanlardır. İmkansız görünən fiziki anormallıqlardan inanılmaz həyat hekayələrinə qədər. Bugün siz biologiyanın sərhədlərini zorlayan, bütün gözləntiləri parçalayan və həkimləri demək olar ki, danışa bilməz hala gətirən 20 nəfərlə tanış olacaqsınız. Üstəlik, ən təsirli qəribə insan sizi sonda gözləyir. Kumari Nayak. Bizim siyahımızın ilk hadisəsi polidaktili anlayışını demək olar ki, uc nöqtəyə daşıyan bir isimdir. Hindistanın Adişa bölgəsində yaşayan 63 yaşlı Kumari Nayak doğuşdan gələn polidaktili səbəbindən ayaqlarında 19, əllərində 12 barmaqla dünyaya gəlib. Tibb sahəsində polidaktili hər təxminən 700 doğumdan birində görülən, adətən 1 və ya 2 əlavə barmaqla məhdudlaşan bir haldır. Amma Kumari'də bu rəqəm ədəbiyyatda demək olar ki, nümunəsi olmayan bir səviyyədədir. Bu nadir tablo ona Guinness Rekordlar kitabında yer qazandırsa da, həyatının böyük hissəsi sosial təcrid, yanlış anlaşılma və səviyyə xidmətlərinə çıxışın olmaması kimi problemlərlə keçib. Hekayəsi yalnız dövlətin diqqətini çəkdiyi zaman əsas yaşayış və gəlir təminatı əldə edə bilir. Elmi baxımdan Kumari'nin hadisəsi yalnız nadirliyi ilə deyil, əlavə barmaqların funksional olması ilə də diqqət çəkir. Sosial baxımdan isə cəmiyyətin normal bədən anlayışına uymayan bir fərdin əvvəlcə damğalanıb, sonra rekord və möcüzə kimi təqdim olunmasının tipik bir nümunəsidir. Kumari bütün bu dalğalanmaların içində bədən fərqliliyini bir məhdudiyyət yox, öz həyat hekayəsinin mərkəzində duran bir güc elementi halına gətirir. Arpit Gohil. Təsəvvür edin ki, ürəyiniz sinə qəfəsinin içində sümük ilə qorunmur. Dəri qatının dərhal altında açıq vəziyyətdə döyünür və siz Hindistanın bir kəndində dünyaya gəlirsiniz. Həkimlər ailəyə deyir ki, ən kiçik bir zərbə belə onu öldürə bilər. Yaşaması möcüzədir. Çoxumuz belə bir vəziyyətdə uşağı pamuqlara sarardıq, evdən çıxarmağa belə qorxardıq. Amma Arpitin həyatı tam əksinədir. O ağaclara dırmaşır, atasının traktoruna çıxır, idman edir. Qısacası ürəyinin hər döyüntüsünü həqiqətən yaşayaraq doldurur. Bu qədər müdafiəsiz bir bədənlə hər gün çölə çıxmaq yalnız fiziki deyil, inanılmaz ruh gücü tələb edir. Və Arpit, qorxsam artıq bitmiş olaram deyərək yaşamağa davam edir. Bu səbəbdən onun hekayəsi yalnız tibbi bir möcüzə deyil, taley qarşısında boyun əyməyən bir gəncin qorxunu geri itələyərək həyata meydan oxuma hekayəsidir. Ekrana baxan hər kəsə mən nəyi bəhanə edirəm sualını səssizcə verən bir güzgü kimi durur. Kathleen demək olar ki, yox dərəcəsində kiçik bir çənə ilə doğulur. Hələ körpə ikən həkimlər deyirdilər ki, bu uşaq düzgün qidalanmayacaq, danışa bilməyəcək, bəlkə də uzun müddət yaşaya bilməyəcək. Amma ailəsi bunun taley cümləsi olmasına imkan vermir. Kathleen isə çənəsini qabırğasından götürülmüş sümü ilə yenidən formalaşdıraraq ağır əməliyyatları, bitməyən yoxlamaları bir-bir aşaraq böyüyür. O, marimba çalır, idman edir, məktəbdə bütün fəaliyyətlərdə iştirak edir və bugün 24 yaşında Utah Dövlət Universitetində cəza ədaləti üzrə məzun olub. Bir zamanlar danışa bilməyəcəyi deyilən uşaq deyil. Tam əksinə, öz səsini tapıb və bu səsi bənzər çətinliklər yaşayanlara dəstək olmaq üçün istifadə edir, hekayəsini güc mənbəyinə çevirir. Duang Jai Samak Samam. Taylandın Surin əyalətində yaşayan 49 yaşlı Duang Jai Samak Samam tibbin ən nadir hadisələrindən birini təmsil edir. Lipomatöz makrodistrofiya adlanan nadir xəstəlik səbəbindən hər biri təxminən 10 kilo olan 2 əli var. Bu, həm dünyadakı ən böyük əllərdən birinə sahib olmaq, həm də gündəlik həyatı inanılmaz dərəcədə çətinləşdirmək deməkdir. Bu xəstəlik hər iki əli eyni anda təsir etdikdə çox nadir hallarda görülür və saç yumaq, geyinmək kimi sadə işlər belə ciddi fiziki mübarizəyə çevrilir. Əlləri kiçiltmək üçün aparılan əməliyyatlar isə gözlənilənin əksinə şişkinliyi artırır. Həkimlərin amputasiya, yəni əllərin tamamilə götürülməsini təklif etməsi üzərində Duang Jai əlləri ilə yaşamağı seçir. Həyatının ilk 20 ilini utandığı üçün demək olar ki, evdə keçirir. Məktəbə getmir, çölə çıxmır.
Amma valideynlərinin ona baxdığı dövrdə ailə dükanını idarə edir və bu gün də ətrafının təəccüblü baxışlarına baxmayaraq məhəlləsinə xidmət etməyə davam edir. Onun tam izolyasiyadan başqalarına xidmət edən bir şəxsə çevrilməsi inanılmaz şəxsi cəsarəti nümayiş etdirir və tibbi etik, həyat keyfiyyəti və radikal əməliyyat qərarlarının sərhədləri haqqında ciddi suallar yaradır. Bu suallar növbəti bölümdə, ayağı amputasiya edildikdən sonra toxumaları yenidən böyüyən Britaniyalı qadının hekayəsində daha da dərinə gedir. Mandy Sellers. Mandy'nin hekayəsi tibbin ən nadir halları arasında sayılır. 1975-ci ildə İngiltərədə doğulan Mandy, Proteus sindromu ilə dünyaya gəlib. Bu xəstəlik sümüklərin, dərinin və digər toxumaların anormal böyüməsinə səbəb olur və nəticədə sol ayağı sağ ayağına nisbətən xeyli böyükdür. Yetkinlik dövrünün sonuna çatanda Mandy'nin sol ayağı təxminən 110 kilo civarındadır. Bu, bir çox yetkinin çəkisindən daha çoxdur və bədən üzərindəki yük çox yüksəkdir. Amma o, heyrətamiz bir dözümlülük və uyğunlaşma ilə bunun öhdəsindən gəlir. 2010-cu ildə Mandy ağır sepsis keçirir və həkimlər həyatını xilas etmək üçün sol ayağını amputasiya edirlər. Çoxu bunun mübarizənin sonu olduğunu düşünürdü. Amma 3 il ərzində qalan toxumalar yenidən böyüyərək demək olar ki, əvvəlki ölçüsünə çatır və Mandy'ni əlil arabasına bağlı hala gətirir. Bu qədər qeyri-adi inkişaf mütəxəssisləri çaşdırır və Rapamisin adlı eksperimental bir müalicənin tətbiqinə yol açır. 2016-cı ildə onlarca ildən sonra ayağında ilk dəfə azalma müşahidə olunur. Mandy həm fiziki, həm də emosional və psixoloji maneələrlə üzləşir. Buna baxmayaraq, nadir xəstəliyi olan insanların hüquqlarını qorumağa, yardım təşkilatlarını dəstəkləməyə davam edir və yaşadıqlarını dözümlülük və ümid dolu mesaj halına çevirir. Michelle Kish həyatına Hallermann-Streiff sindromu diaqnozu ilə başlayır. Bu genetik xəstəlik üz xüsusiyyətlərini dəyişir, boyunu qısaldır və skelet strukturlarına təsir edir. İnsanlar onu tez-tez uşaq sanır. Michelle isə yaşını izah etmək məcburiyyətində qalır. O, keçirdiyi əməliyyatlara baxmayaraq, hədəflərindən vaz keçmir və görünən fərqliliklərin yalnız baxışdan ibarət olmadığını göstərir. Nathan Harlitska. New Mexico ştatının Santa Fe şəhərində yaşayan 34 yaşlı Nathan Harlitska nadir iskelet pozğunluğu, PFFD tipinə malikdir. Uyluq sümükləri olmadığından dizləri kalçalarının dərhal altında yerləşir. Təxminən 20 şəxsdən biri kimi o fərdi protezlər və uzun illər ərzində intensiv məşqlər sayəsində yeriməyi öyrənib. Supatrassa Supan. Taylandda yaşayan 21 yaşlı Supatra, Ambroz sindromu səbəbilə Guinness Dünya Rekordları kitabına dünyanın ən tüklü qızı kimi daxil olub. Bu genetik vəziyyət üz daxil olmaqla bütün bədəni örtən nadir tüklənməyə səbəb olur. Uşaqlıq və yeniyetməlik dövründə görünən fərqliliklərlə yaşamaq çətin idi, amma Supatra onu qəbul edib və özünə inamını inkişaf etdirib. Manpreet Singh. Puncabda yaşayan Manpreet Singh, böyüməyi demək olar ki, tam dayandırdığı üçün 26 yaşında belə uşaq ölçüsündədir. Onun inkişaf səviyyəsi kiçik bir uşaqla oxşardı və hər gün ailəsinin xüsusi qayğısına ehtiyacı var. Bu vəziyyət yalnız tibbi bir hal deyil, ailə və cəmiyyət tərəfindən formalaşdırılan bir mövqedir. Steven Ludwig. North Carolina, Chapel Hill Universitetindən 22 yaşında məzun olan Stephen Ludwig Fanconi anemiyası ilə doğulub. Həkimlər uşaqlıq dövrünü keçirmək şansının az olduğunu deyib. Ailəsi ümidsizləşməyib, uğur və müalicə axtarışına davam edib. Nəticədə onun həyatına ikinci başlanğıc verilib. Nick Smith. Inverness, Nova Scotia'da yaşayan 20 yaşlı Nick Smith, nevrofibromatosis adlı nadir genetik xəstəliyə sahibdir. Bu, sinirlər boyunca şişlərin əmələ gəlməsinə və üz görünüşünün dəyişməsinə səbəb olur. Nick müalicə prosesində optimist qalır, sosial mediadan aktiv istifadə edir və insanlara ilham verir. Beatrice Pugliese. Braziliyada doğulan Beatrice Pugliese, vücudunun böyük hissəsini əhatə edən nadir kongenital melanositik nevusla dünyaya gəlib.
Həyatını 30-dan çox əməliyyatla keçirdikdən sonra dərisini olduğu kimi qəbul etməyə qərar verir və bununla həm öz baxışını, həm də başqalarının gözəllik anlayışını dəyişdirir. Su Na Yin, Myanmadan olan 23 yaşlı universitet tələbəsi Su Na Yin bel ölçüsünün 33 sm olduğunu iddia edir və bu həm sosial, həm tibbi diqqət çəkir. O, korse və ya ekstremal pəhriz istifadə etmədiyini, bədənini təbii və həyat tərzimə bağlı gördüyünü bildirir. Sierra Swearingen, North Carolina'da yaşayan Sierra Swearingen, vücudunun 2/3 hissəsi nadir nevuslarla örtülüdür. Uşaqlıqda alaylar olsa da, fərqliliyini qəbul edərək sosial mediada bədənini sevmə mesajları paylaşır və tibbi baxımdan da diqqətli olur. Ashley Kurpiel, sağ qolunun yanlış əməliyyatla alınmasına baxmayaraq, aktiv həyat sürür, sörf edir və başqalarını məlumatlandırır. Felix Worley, 1858-ci il doğumlu Felix Worley, Ehlers-Danlos sindromu ilə tanınır. Əla elastikliyi və cildinin sərtliyi ilə Barnum sirki kimi şovlarda iştirak edib. O, fərqlilik və əngəllilik anlayışının zamanla necə dəyişdiyini göstərir. Wen Feng, Çinin Chongqing şəhərində yaşayan Wen Feng, ayaqları geriyə doğru dönük doğulub. Lakin bugün normal həyat sürür. Restoran işində çalışır, sürətli hərəkət edə bilir. Tina Hyde Else, 2014-cü ildə 3-cü mərhələdə burun xərçəngi diaqnozu alıb. Rinektomi əməliyyatı ilə burnunu çıxarıb və bu nəfəs alma, yemək və ünsiyyət prosesində adaptasiya tələb edib. Lizzie Velasquez, nadir genetik sindromla doğulan Lizzie Velasquez bədənində yağ saxlaya bilmir və uşaqlıqdan bəri kilo ala bilmir. Lakin bu onu fərqləndirən deyil, onun buna verdiyi cavabdır. İnternetdə zorakılığa məruz qalmasına baxmayaraq, TED və digər platformalarda motivasiyaçı və yazardı. Nəticə olaraq, burada gördüyümüz 20 nadir hal yalnız tibb ədəbiyyatına qeyd edilmiş sıra dışı hadisələr deyil. İnsan bədəninin sərhədlərini və ruhun dözümlülüyünü göstərən canlı nümunələrdir. Kimi əlavə barmaqlarla, kimi döş qəfəsinin xaricində döyünən ürəklə, kimi bədənini örtən nevuslarla, kimi isə əzələlərin sümüyə çevrilməsi ilə həyatını davam etdirir. 1000 ildən bir baş verən bu insanların bizə xatırlatdığı şey çox açıqdır. Normal sandığımız şey həqiqətən çox dar çərçivədədir. Bədən fərqliliklərindən çox, bu fərqliliklər qarşısında göstərilən cəsarət, adaptasiya və qətiyyət ön plana çıxır. Daha çox maraqlı hekayələr üçün kanala abunə olmağı unutma.